3 ədəd mərcə resept sınadım və nəticə. Hər şey isə mənim mandarin yeyib rəqs eləməyimdən başladı. Əslində biz cəmi bir resept etməyi nəzərdə tutmuşduq. Qarşımıza çıxan videoların çoxluğundan və təbii ki, bunların hamısını edə bilməməyimizdən dolayı 3 reseptə qərar qıldıq. İlk yeməyimiz waffle'dır. Hər şeyi blenderin içinə atıb qarışdırırıq. Vaxt itirmədən hazırlayacağımız cipslər üçün mərcini qaynadı. Blendera atdığımız bütün qarışımı qarışdır. Belə bir qarışım olur və mən yenə rəqs eləyirəm. Alınan qarışımı tostera yerləşdiririk və üzərini bağlayırıq. Ondan sonra bizim yeni waffle'larımız olmalı idi. Məncə düşməyib. Üst-üstə waffle'lar bu şəkildə alınmağa başladı və mən niyə belə alındığını heç cürə başa düşə bilmirdim. Tez olur deyəsən bizim onu çox... Ha? Sonra isə ağlıma bir ideya gəldi. Yapışan hissələri bir-birlərinə yenidən birləşdirib digər üzünə çevirmək və beləcə waffle'larım artıq normala oxşamaya başladı. Qazandakı mərcimizi unutmadık. Onu da yenidən blendera əlavə elədik və qarışdırdıq. Alınan qarışımı yenidən qazana əlavə eləyərək sonra onun başında gözləməyə keçdi. Biraz yağ əlavə elədik və alınan qarışımı bir qəlibin içinə tökdük. Dondurucuya qoyduq. Tam 24 saat sonra onu çıxartdıq. Orada bişirməyə çalışdıq, amma heç bir şey alınmadı. Ona görə alınan nəticəni sizə göstərə bilməyəcəm. Üçüncü hazırlayacağımız yemək isə əslində yemək deyil. Biz balaca çörəkçəklər hazırlamağı yoxlayacağıq və budur ki, hər şeyi yenə blenderin içinə atırıq, qarışdırırıq. Evimizdə tapa biləcəyimiz bütün tum və toxumları əlavə edirik. Sonra onları bir listə yerləşib sobaya göndəririk. Və bu da nəticə.